Daniel Defoe 1660-1731-ci illər. İngilis yazıcısı Daniel Defoe öz dövründə daha çox ictimai, siyasi, iqtisadi problemlərdən yazan publisist kimi tanınmışdır. Hətta bəzi pamfletlərinə və satirik şeirlərinə görə o rüsvayçılıq sütununa və həbsə məhkum olunmuşdu. Daniel Defoe'nun bir sıra romanlarında ictimai mühitin insanları əxlaqsızlığa və cinayətə vadar etdiyi göstərilir. 1719-cu ildə yazılmış Robinson Crusoe romanı Daniel Defoe'nun ən məşhur əsəridir. Robinson Crusoe. İlk dəniz səyahəti. Hekayəmə başlamazdan əvvəl özüm haqqında danışmaq istəyirəm. 1632-ci ildə York şəhərində varlı bir ailədə anadan olmuşam. Əslən Alman olan tacir atam özünə yaxşı var-dövlət qazandıqdan sonra Yorka köçüb gəlmiş və burada anamla evlənmişdi. Anam bu yerlərdə məşhur olan Robinsonlar ailəsindən idi. Atamın familiyası Crautsener olduğundan mənim adım Robinson Crautsener qoydular. İngilis dilində bu ad Robinson Crusoe səsləndiyindən hamı məni elə belə də çağırırdı. Məndən böyük iki qardaşım var idi. Mən ailənin kiçiyi idim. Atam hüquqşünas olmağımı istəyirdi. Amma qoca olduğu üçün təhsilimlə yaxşı məşğul ola bilmirdi. Mən isə ancaq dəniz səyahəti xəyalı ilə yaşayırdım. Atam və anam fikrimdən keçənlərdən xəbərdar idilər. Məni bu xəyallarımdan çəkindirməyə çalışırdılar. Atam deyirdi ki, mənim seçdiyim yolu ancaq işsiz-gücsüz adamlar, bir də idealistlər seçər. Odur ki, əgər öz ağılsız niyyətlərimdən əl çəkməsəm, Allah mənim cəzamı verəcək. Atamla üz-üzə gəlməmək üçün evdən gizlicə qaçmaq qərarına gəlmişdim. Amma tələsmirdim. İşimi səbirlə görməyə çalışırdım. Bir dəfə Hull şəhərinə getmişdim. Orada bir dostumla rastlaşdım. O, atasının gəmisində Londona gedirdi. Mənə də onlarla getməyi təklif etdi. 1651-ci il sentyabrın 1-də mən dostumun gəmisinə minib Londona yola düşdüm. Bəxtim elə ilk anlardan gətirmədi. Gəmimiz yenicə Humber çayının mənsəbinə çıxmışdı ki, bərk külək başladı. Gəmi şiddətlə yırğalanmağa başladı. Gəmiyə ilk dəfə mindiyimdən dəniz məni tutmuşdu. Fırtınadan elə qorxmuşdum ki, atam demişkən Tanrının məni cəzalandırdığını düşünür və vicdan əzabı çəkirdim. Külək getdikcə şiddətlənirdi. Hər dəfə dalğalar üzərimizə hücum çəkəndə gəmimizin suya qərq olacağını düşünürdüm. Bu sarsıntı içində mən and içdim ki, əgər Allah məni bu bəladan xilas etsə, mən atamın yanına qayıdacağam və həyatım boyu bir də gəmiyə minməyəcəyəm. Atam mənə həyatda həmişə orta yol tutaraq yaşamağı nəsihət edirdi. İndi mən onun nə qədər haqlı olduğunu başa düşürdüm. Lakin ertəsi gün fırtına sakitləşdi. Mən də yavaş-yavaş dənizə alışmağa başladım. Gecəni yatdım. Səhər keyfim yaxşı idi. Artıq dəniz xəstəliyim keçmişdi. Dayanıb dünən fırtına içində yurulayan dənizin bu qədər sakitləşməsinə və onun gözəlliyinə təəccüblə baxırdım. Elə bu zaman dostum mənə yaxınlaşdı. Hə, Robi, necəsən? Deyəsən dünənki meh səni qorxudub. Nə meh? Sən bu dəhşətli fırtınaya meh deyirsən? Əlbəttə, Robi. Sən təcrübəsiz olduğun üçün buna fırtına deyirsən. Bu boş şeydir. Yaxşısı budur. Biraz punç çək ki, hər şeyi unudaq. Bax gör, nə gözəl havadır. Mən içən kimi sərxoş oldum. Bütün peşmanlıqlarım və tövbələrim də həmin dəqiqə yox olub getdi. Səfərimizin 6-cı günü biz Yarmut limanına yetişdik. Burada lövbər salıb səmt küləyini gözləməyi qərar aldıq. 7 gün burada gözlədik. Lakin 8-ci gün səhərə yaxın bir külək qopdu ki, gəmini lövbərdən möhkəmlətmək üçün bütün gəmi heyəti çalışmalı oldu. Günortaya doğru qopan fırtına gəmini yanı üstə elə əydi ki, biz onun lövbərdən qırılıb çıxdığını zənn etdik. Bunu görən kapitan ikinci lövbərin də iplərini açıb suya salmağa əmr etdi.
Fırtına getdikcə güclənirdi. Qorxu və çaşqınlıq artıq bütün dənizçilərin üzündə hiss olunurdu. Bütün diqqətini gəmini xilas etməyə yönəltmiş kapitan belə Allaha yalvarırdı. Mən kayutdan göyərtəyə qalxdım. Ömrümdə belə dəhşətli mənzərə görməmişdim. Bizim yanımızda lövbər salmış iki yük gəmisinin bütün dor ağacları qırılmışdı. Dənizçilərimizdən biri qışqıraraq yaxınlıqdakı gəminin batdığını xəbər verdi. Daha iki gəmi isə lövbərdən açılaraq açıq dənizə tərəf gedirdi. Bizim gəmi möhkəm olsa da yükü çox ağır idi. Fırtına getdikcə güclənirdi. Adamlar gəminin hər an dənizin dibinə gedə biləcəyini düşünürdülər. Gecənin bir vaxtında dənizçilərdən biri qışqıraraq gəminin deşildiyini xəbər verdi. Bütün dənizçilər nasoslarla işləməyə başladılar. Mən də onlara qoşuldum. Kapitan fəlakətli vəziyyətimiz barədə bizi görənlərə xəbər vermək üçün topdan atəş açmağı əmr etdi. Bu atəşin nədən ötürü açıldığını bilmədiyimdən mən gəminin parçalandığını zənn etdim. O qədər qorxdum ki, özümdən gedib huşumu itirdim. Dənizçilərdən biri məni əvəz etdi. Su getdikcə artırdı. Gəminin batacağı yəqin idi. Kapitan top atəşinə ara vermirdi. Nəhayət, yaxınlıqda olan kiçik bir gəmi bizə kömək üçün qayıqlarından birini suya endirməyə cürət etdi. Matroslar qayığa tərəf uzun bir kəndir atdılar. Bu kəndirin köməyi ilə qayığı gəminin arxa tərəfinə dartıb gətirə bildik və hamımız enib qayığa doluşduq. Amma qayığın bu yüklə öz gəmisinə yaxınlaşması mümkün deyildi. Ona görə biz biraz avarla, biraz küləyin gücü sayəsində hərəkət edərək sahilə doğru yönəldik. 15 dəqiqə sonra bizim gəminin batdığını gördük. Qayığı sahilə çatdırmaq üçün matroslar var gücləri ilə avar çəkirdilər. Artıq sahil görünürdü. Adamlar sahildə ora-bura qaçır, bizə kömək etməyə hazırlaşırdılar. Biz çox əziyyətlər bahasına olsa da quruya çıxa bildik və piyada Yarmuta getdik. Başımıza gələnləri Yarmut cəmaatına danışdıq. Bizə çox hörmət göstərdilər. Tacirlər və gəmi sahibləri bizə Londona və ya Hulla getmək üçün pul da verdilər. Son.